Bugünkü videomuz dərsimiz Xəzər dənizidir. Xəzər dənizi haqqında, Xəzər gölü haqqında məlumat əldə edəcəyik. Burada deməyin ki, müəllim Xəzər dənizidir, göldür, niyə dəniz yazmısınız? Hüquqi statusuna görə, Xəzər dənizi tanınmasına görə belə deyirik, dəniz deyirik. Amma ümumiyyətlə bunu bilməliyik ki, Xəzər göldür. Belə deyək də, bioloji xüsusiyyətinə görə, digər xüsusiyyətlərinə görə dənizə bənzəyir. Ancaq ümumilikdə göldür. Bunu əvvəlcədən deyim, sonra linç yeməyim. Deməli, Xəzər dənizi haqqında danışanda Xəzərin belə deyək də, tarixi mənbələrdə 70-ə yaxın adı var. Məsələn, Ağdənizdir, Lənkəran dənizidir, Mazandarandır, Bakıdır, Gürgandır. Bax belə adda ümumiyyətlə bu dənizlər adlandırılıb həmişə və Xəzər dənizi Avropalılar Kaspi dənizi də deyirlər. Xəzərin ümumiyyətlə bu adlarının müxtəlif olması bunun ətrafında yaşayan tayfaların belə deyək də müxtəlifliyi ilə bağlıdır. Ümumiyyətlə Xəzər dənizi qədim Tetis okeanının, yəni Qondavana Lavrasiyan ümumiyyətlə parçalanmasından sonra orada Tetis okeanı yarandı və o Tetis okeanında sonra belə deyək də illər sonra, milyon illər sonra belə deyək parçalanaraq Qara, Xəzər və digər daxili dənizlər yaratdı və həmin bu dənizlərin yerində də, yəni o Xəzər dənizinin yaranmasında nəhəng Sarmat dənizi mövcud olmuşdu. Sonra bunlar parçalanmışdı. Deməli, Xəzər dənizinin belə deyək də 3 hissəyə böləcəyik. Birincisi deməli olacaq şimal hissəsi 44 belə deyək də 44-dən 44 şimal enliyindən 40 şimal enliyinə qədər. Sonra daha doğrusu 44-dən şimalı olan hissələr şimal enliyinə qədər, yəni şimaldan 44 şimal enliyə qədər olur şimal hissələr. Mərkəz hissələr 44-40 şimal enlikləri arasında olur. Bu da əsasən daha çox Azərbaycan ərazisinin çox hissəsini tutur sektorda. Bir də 40 cənub hissəsi isə 40 dərəcədən cənuba da düşür Azərbaycan. 40 dərəcədən cənub enliyinə istiqamətinə uzanır. Deməli, 44 şimal enliyinə qədər şimal hissəsi, 44-40 şimal enliklərində mərkəzi hissələr, 40 şimal enliyindən cənub hissələri isə cənub hissəsi adlanır. Ümumiyyətlə Xəzərin tipi, relyefi, ümumiyyətlə kimyəvi və fiziki xüsusiyyətləri bir-birindən tamamilə fərqlənir. Onlar əsasən bu dəniz, bu yəni göl mülayim və subtropikdə yerləşir və suyunun da və ya duzluluğu da təbii ki, müxtəlifdir. Məsələn, şimal hissəsində, bax bu şimal hissəsində duzluluq azdır. Ancaq temperatur da təbii ki, azdır. Məsələn, şimal hissəsində 0-5 dərəcə arası, mərkəzdə 5-10 dərəcə arası. Bax, bura 0-5 dərəcə arası temperatur var. Burada mərkəzi hissələrdə 5-10 dərəcə arası. Cənuba doğru getdikcə fikir verirsə temperatur artır. Cənubda isə 10-12 dərəcə arası belə deyək normal temperatur olur və yayda isə daha çox belə deyək temperatur çoxalır yenə də cənuba doğru getdikcə. Duzluluq da təbii ki, dəyişir. Duzluluğun da dəyişməsinin əsas səbəblərindən biri bura Volqa çayının bura tökülməsidir. Volqa çayı Xəzərin şimal hissəsində, şimal hissəyə şirin sulu gətirir və bu şimal hissəsində duzluluq az olur. Burada təqribən 1-2 promil arasında dəyişir bu duzluluq. Mərkəzi hissələr 5-10 promil arasında dəyişir. Cənub hissələri isə 10-13,5 promil arasında belə deyək dəyişir. Yəni bax bunları bilmək lazımdır burada. Yəni şimalda niyə görə duzluluq az oldu? Çünki Volqa çayı bura çoxlu şirin su gətirir və burada duzluq az olur. Mərkəzi 5-10 promil, cənub isə 10-13,5 promil arasında dəyişir. Yəni cənuba doğru getdikcə bu artır. Bir də Xəzər dənizinin bölgüsü var. Xəzərin hüquqi statusu ilə bağlı. Xəzər əvvəl belə deyək də İran belə bir bölgü prinsipi əsas eləmişdi ki, gəlin Xəzəri bərabər hissələrə bölək. Bərabərlikdə, yəni dəniz prinsipinə əsasən bərabər hissələrə bölünsün. Təbii ki, digər ölkələr buna razı olmadı. Çünki bərabər hissələrə bölünsə, Qazaxıstan məsələn böyük bir belə deyək də sahə tutur, sahil xətti. Qazaxıstana təbii ki, az hissə düşəcəkdi. Qazaxıstanın sektoru da və ya Türkmənistana və ya Rusiyaya ümumiyyətlə belə bu formada bölünəcəkdi. Ona görə bununla heç kim razılaşmadı və
Yəni niyə görə İran məsələn Qazaxıstanla bir yer olsun? Bax belə bir sual ortaya çıxdı. 2018-ci ildə artıq Xəzərin xüsusi statusu qəbul edildi. Bu isə yəni Xəzərin burada özünəməxsus bölgüsü var. Yəni özünəməxsus formada sərhədlər bölündü. Yəni hər bir ölkənin öz belə deyək də sahil xəttlərinə boyu belə bir belə deyək sahə qəbul elədilər. Məsələn, Xəzərə daxili sular, ərazi sular, balıqçılıq zonaları, ümumi istifadə olunan sular, bax beləncə bölündü. Yəni bunlar bu formada əsasən qəbul edildi. Bunda yenə də qalan hissələrdə digərinə baxarsınız. Ondan sonra Xəzərdə yerləşən gəlin belə deyək armadalar, adalar və digər xüsusiyyətlərə baxaq. Xəzər dənizində deməli yerləşən yarımadalarda biz yuxarı hissədə Qazaxıstanda Buzaçi, şimal hissələri buz bağladığından elə Buzaçini də deyə bilərik, eyni uyğundur. Birinci şimaldan Buzaçi gəlir, sonra Mangistau belə deyək ki, yarımadası gəlir. Bu Qazaxıstan ərazisində, Türkmənistanda Türkmənbaşı, bir də Çələkən belə deyək yarımadaları yerləşir. İranda Miyanqala, sonra Abşeron Azərbaycanda, Aqraxan isə Rusiya ərazisində yerləşən yarımadadır. Bir də deyirəm Buzaçi, Mangistau, Qazaxıstan, Türkmənistan, Türkmənbaşı, Çələkən, İran, Miyanqala, Azərbaycan Abşeron və Aqraxan isə Rusiya ərazisi sektoruna daxildir, Rusiyaya. Sonra Xəzərin adalarına fikir verək. Xəzərin adalarından biz burada qeyd edə bilərik. Qazaxıstan ərazisində Durnev adası, sonra Qazaxıstan ərazisində Suiti Kulali adaları Qazaxıstana aiddir. Türkmənistanda Oğruçu adası burada yerləşir. Azərbaycanda da Abşeron bir də Bakı arxipelağına bölünür. Abşeron arxipelağına məsələn Pirallahı, Çilov, Qu, bax bu adalar daxildir. Bakı arxipelağına isə Zirə, Gil, Səngi, Muğan kimi adalar daxildir. Çeçen adaları var. Çeçen adaları isə Rus belə deyək adaları hesab olunur. Deməli Durnev, Suiti, Kulali Qazaxıstan, Oğruçu Türkmənistan, Bakı, Abşeron arxipelağı Azərbaycan, Çeçen isə Rusiyaya aid olan adadır. Sonra burada deməli körfəzlərə baxacağıq. Körfəzlər Qazaxıstan ərazisində Mangistau körfəzi, yəni burada Çələkən yarımadası ilə Mangistaunun belə deyək də arasında yerləşir. Deməli burada Qazax körfəzi var, bu da Qazaxıstandadır. Qaraboğaz Qol körfəzi, Türkmənbaşı, Türkmən körfəzləri bunlar Türkmənistan ərazisindədir. Qaraboğaz Qol körfəzində Qlober duzu ümumiyyətlə çıxarılır. Bəndərəşah İran ərazisində yerləşən belə deyək körfəzdir. Qızılağac Azərbaycanda, sonra burada da Bakı buxtası var. Sonra Qızlar körfəzi də əsasən Rusiya sektoruna aid olan körfəzlərdir. Deməli Mangistau, Qazaxıstan, Qaraboğaz Qol, Türkmənbaşı, Türkmənistan, Bəndərşah İran, Qızılağac Azərbaycan, Qızıllar isə Rusiyaya aiddir. Azərbaycan daha doğrusu Xəzər dənizinin təbii ehtiyatlarından neft və qaz çıxarılır təbii ki, Xəzərdə, Xəzərin şelf zonasında. Yadınızda saxlayın, bunu əsas bilin ki, neft ixracatına görə, yəni neft hasilatına görə ən çox Qazaxıstan fərqlənir. Təbii qaz belə deyək hasilatına görə isə əsasən deməli o aiddir Azərbaycana. Azərbaycan 51 trilyon kub qaz hasil edir bu ərazidən, Xəzərdən. Ən çox neftdə Qazaxıstan, qazda isə Azərbaycan burada üstünlüyü təşkil edir. Təbii ki, bu 2012-ci ilin məlumatına əsasən. Bir də Xəzər dənizi təbii ki, böyük nəqliyyat dəhlizinin üzərində yerləşir. Şimal-cənub nəqliyyat dəhlizi, yəni şimaldan cənuba Hindistana qədər gedən bu dəhlizdə əsas rol oynayır. Burada məsələn Ukrayna, Belarusiyadan, Sankt-Peterburqdan, Rusiyadan, cənubdan gəlir və buradan yan vasitəsilə keçir. Bir də şərq-qərb nəqliyyatı da burada keçir. Yəni Azərbaycan ərazisindən, yəni Gürcüstan, Türkiyədən Tanap, buradan deməli yenə də Bolqarıstan, İtaliyaya qədər TAP, bir də SEP layihəsi var ki, bu da buradan əsas nəqliyyat qovşaqları, nəqliyyat dəhlizi hesab edilir. Transadriatik, Transanadolu, Cənub-Şərqi Avropa nəqliyyat belə deyək dəhlizi. Bir də Xəzərin əsas problemləri var. Birinci səviyyə tərəddüdüdür. Səviyyə tərəddüdü deyəndə, yəni Xəzərin bilirik ki,
səviyyəsi müntəzəm olaraq dəyişir. Xəzər -27 metr belə deyək, okean səviyyəsindən aşağıda yerləşir. Yəni bu Xəzər dənizi müxtəlif amillərdən tektonik və yaxud da ki, antropogen amillərdən dəniz dibində dəyişmələr baş verir və iqlim də təsir eləyir. Nəticədə Xəzərin səviyyəsi aşağı düşür və yaxud da qalxır. Bir də ekoloji problem var. Bu nədir? Əsasən hasil olunan neft, qazın və yaxud da neft daşımalarında və yaxud da müəyyən tullantıların axıdılmasında ekoloji problemlər yaranır. Bioloji isə canlıların məhv olmasına gətirib çıxardır, yəni azalması, dəyişilməsinə gətirən əsasən də insanların, yəni antropogen təsirinin nəticəsində baş verir. Fikir verin, Xəzərin əvvəlki səviyyəsinə baxın, indiki səviyyəsinə baxın. Yəni bu bizə bir siqnal verir ki, Xəzər dənizi də Aral gölü kimi, Çad gölü kimi quruma təhlükəsi ilə üz-üzədir. Yəni illər getdikcə Xəzər dənizinin səviyyəsi, yəni sahəsi yavaş-yavaş azalır və nəticədə Xəzərin quruması bütün ekologiya və yaxud da ki, bütün təbiət sisteminə böyük təsirlər olacaq. Bu təsirlər də yəni nəticələr çox belə deyək, pis olacaq insanlar üçün. Sonra Xəzərin ümumiyyətlə Xəzərdə olan hava, daha doğrusu su axınlarının istiqaməti. Bu əsasən Xəzərdə olan su axınların istiqaməti əsasən saat əqrəbinin əksi istiqamətindədir. Buna da əsasən Volqa çayının axım istiqaməti də təsir edir. Volqanın suyu buradan gəlir, Xəzərin qərbində cənub istiqamətinə gəlir. Buradan fırlanaraq şərqində isə şimal istiqamətinə hərəkət edir. Yəni bu saat əqrəbinin əksi istiqamətində səth axınları var. Bu da Xəzər dənizinin ümumi belə deyək, şəklidir, xəritəsidir. Burada gördüyümüz kimi dediyimiz adalar, yarımadalar və qeyd etdiyimiz hissələr var. Bir də ki, məsələn, burada əlavə Qazaxıstan ərazisində Aktau limanı var. Aktau limanı burada. Sonra Rusiyada Həştərxan limanı var. Bir də Mahaçqala limanı var. Sonra burada Ələt limanı, Lənkəran limanı Azərbaycanda, İranda Əncəli limanı, sonra burada Bektaş limanı Ermənistanda və bu ərazilərdə əsasən yerləşir. Bu qədər.